Salam, xoş gəldin Bürclərin Səsi Astrozodiak kanalına. Bugün sənə çox maraqlı bir mövzu gətirmişəm. Ən qısqanc bürclər. Hansı bürclər bu hissi ən güclü yaşayır? Niyə belədir və bunu necə göstərirlər? Hamısına baxacağıq. Əgər sən də bəli, mən də biraz eləyəm deyirsənsə, bu video tam sənlikdir. O zaman başlayaq. Əqrəb bürcü su elementidir və hisslərini çox dərin yaşayır. Ən qısqanc bürc deyəndə ilk ağla gələn əqrəb olur. Onlar sevdiyi insana çox bağlanır. Sanki onu qoruma instinkti ilə yaşayır. Əqrəb üçün münasibət sadəcə bir yerdəyik demək deyil. O, sənin ruhuna qədər tanımaq istəyir. Amma hiss edir ki, sən uzaqlaşırsan ya da diqqətin kiməsə yönəlir, bax o zaman içində fırtına qopur. Bunu bəzən açıq deməz, amma baxışından, səs tonundan hiss eləyərsən. Əqrəbi sakit saxlamağın sirri sadədir. Ona inam ver, səmimi ol və hər şeyi gizlətməyə çalışma. İkinci qısqanc bürcümüz isə Boğa bürcüdür. Boğa bürcü torpaq elementidir və münasibətlərdə sabitliyi sevir. Onlar üçün sevgi bir növ təhlükəsiz liman kimidir. Amma əgər o limanı silkələsən, məsələn, marağını kənara yönəltsən, Boğa dərhal bunu hiss edir. Boğa sakit görünür, amma içində qısqanclıq baş qaldıranda biraz inadkar olur. O niyə mənə əvvəlki kimi baxmırsan deməsə də, davranışları dəyişir. Onunla rahat olmaq istəyirsənsə, söz verdinsə tut. Dəyişdinmi, səbəbini izah et. Boğalar üçün sabitlik hər şey deməkdir. Üçüncü qısqanc bürcümüz isə Şir bürcüdür. Şir od elementidir və diqqət mərkəzində olmağı çox sevir. Onlar üçün sevilmək, dəyərləndirilmək həyati vacibdir. Əgər diqqətini başqasına yönəldirsənsə, Şir bunu bir növ xəyanət kimi qəbul edə bilər. Sadəcə, niyə məni görmürsən sualı içində səslənir. Şir özünə güvənən bürcdür. Amma sevdiyi insandan gələn kiçik soyuqluq onu qısqandırmağa bəs edir. Onunla münasibətdə olarkən təşəkkür et, marağını göstər. Çünki o, bu enerjidən qidalanır. Deməli, ən qısqanc bürc Əqrəb, Boğa və Şir bürcləridir. Amma bu digərləri qısqanmır demək deyil. Hər bir bürcdə az da olsa bu hiss var. Sadəcə kimdəsə dərin, kimdəsə səthi olur. Əsas odur ki, qısqanclığı sevgi ilə tarazlamağı bacaraq. Sən necə düşünürsən? Sənin bürcün bunlardan biridir, yoxsa mən daha qısqancam deyəcək qədər qısqancsan? Fikirlərini yaz, maraqlı olacaq. Və əgər bürcləri mənim qədər sevirsənsə, Bürclərin Səsi Astrozodiak kanalına abunə ol. Çünki burada hər bürcün öz səsi var. Görüşənədək.